Bakı şəhərinin aktual problemlərindən biri də vaxtı keçmiş afişalardır. Bu afişalar nə qədər zərərsiz görünsə də, buna görə əziyyət çəkən bir xeyli Bakı sakini var. İsmail da zərər çəkmişlər arasında yer alır. Mən İsmayıllı İsmayıl, Bakı şəhərində anadan olmuşam. Uşaq yaşlarından bəri Rauf Faiq dinləyicisiyəm. Artıq 7 ildir ki, burada asılan posterə gəlib baxıram. Konsertin tarixi də dəqiq bilinmir. Nə vaxt gəlib deyirsən, deyirlər Orxan Zeynalın konsertidir. Dəfələrlə ətrafdakı insanlara yaxınlaşmışam, lakin heç biri dəqiq bir cavab demir mənə. Bir dəfə dostum xəbər verdi ki, Raufla Faiqin konsertidir. Getdim baxdım ki, bu. Hər gün konsert zallarının qabağında mühafizəçilərlə elədiyim mübahisələrdən onlar da çox yorulub. Yorulmuşuq. Təşkilatçılardan xahişim də odur ki, vaxtı keçmiş bu posterləri divarlardan yığışdırın. İzləyicilərimiz üçün Rauf Faiqdən sevdiyiniz bir mahnını zümzümə eləyə bilərsiniz? Deçva, na 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 deçva. Uca started, na 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 ne futbol, na na ne de bola, na 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 na